Salam əziz izləyicilər. Bugün sizə Rəsul Rzanın Qızıl Gül olmayaydı poemasını həm səsləndirəcəm, həm də əsərin təhlil hissəsini də sizin üçün çatdıracağam. Gecə qapım döyüldü. Görəsən kimdir gələn? Kimsən? Mən açdım qapını. Baxdım, baxdım. Yox, tanımadım. Vahimədən qorxan körpələr kimi çəkildim addım-addım. Bəlkə də işıq azdı. İllərin o tayından gələn yorğun yolcunu belə adi işıqda tanımaq da olmazdı. Başını qaldıranda gözlərim bircə anlıq gözlərinə sataşdı. Elə bil kimsə birdən köhnə, tanış kitabın səhvəsini açdı. Yenə qapandı kitab. İndi qoçaqsan buyur. 1001 varaq içindən o bir səhvəni tap. Salam. Salam, buyurun. Əynində nimdaş palto, başında bir nimdaş şal. Nə ipəkdir, nə də yun. Saçları ağ, illərlə bağlı sandıqda qalıb şəfəqini itirmiş adicə gümüş kimi. Gözlər cüt qara ulduz quyuya düşmüş kimi. İzin verin, mən asım. Yox, yox, özüm asaram. Özü astı paltonu. Sonra da aram-aram otağa göz gəzdirdi. Birdən üzümə baxdı. Dodaqları titrədi. Elə bil oyuncağı qırılmış uşaq kimi hıçqırıb için-için indi ağlayacaqdı. Biraz keçdi, toxtadı. Xəfif, kövrək təbəssüm qondu dodaqlarına. Bu zaman xatiratın dolaşıq yollarında bir fanar yandı, söndü. Bir anlığa nə isə bu aydınlıq içindən mənə əziz göründü. İllər qanrıldı geri. Xatirələr illərin ardından aşdı gəldi. Yaddaşımın yolunu gəzib dolaşdı gəldi. Qara saçlar, həzin qəmli baxışlar. Bir də o saçların kölgəsində titrəyən, səni oxşayan, sənə sevgi dastanı deyən əllər. Onun əlləri. Bir uşaq kimi kövrək, o bədbəxtin əlləri. Tanıdınız mı? Dedin. Tanıdım. Bu sən idin, onun dilbəri. Baxdım sənə, bilmirəm, bir saat ya da bir an həyəcanla, heyran-heyran. Səsimizi eşitdi, tez gəldi şairə də. Görəndə səni birdən yerində dondu qaldı. Sonra da qollarını sınıq bir budaq kimi sənin boynuna saldı. Üzünü tutdu yana. Bütün vücudu əsdi. Sən də qoşuldun ona. Elə bil göz yaşları sözün yolunu kəsdi. Töküldü damla-damla. Dərd nələr, nələr etmir adamdan. Handan hana elə bil nitqi özünə gəldi. Xeyli baxdı gözünə. Xoş gördük dilbər, dedi. Axı o da, o sərt boranda, qarda, yollarına əbədi hicran kölgəsi düşmüş. O kədərli, qorxulu, ümidli uzaqlarda bizimlə həm sevincdir, həm kədər, həm söhbətdir. Gəl, əzizim, dedi, gəl. Ömrün vəfası budur. Gəl, otur. Çöktü aralığa dərin bir sükut. Nihayətsiz zamansız bir sükut. Aciz bir düşmən kimi. Mərhəmətsiz, amansız bir sükut. Ah, bu sükutun dili yansın. Yandırır bir köz kimi. Yandırır bir nadan ağzından çıxan söz kimi. Əlimi oda tutub mən saxlaya bilərəm bir neçə an. Çəkmərəm əlimi qızmar alovdan. Dişlərimi qıcıyaram. Nə qədər göynəsə yaram. Nə qədər bərk ağrısa yenə bir-iki saniyə qısıb nəfəsimi, çıxarmaram səsimi. Lakin belə sükuta nə tabım var, nə tavanım, nə qərarım. Elə bil ki, dil ötür
Hər hüceyrəmdə göz-göz açılmış yaralarım. Bir söz de, heç olmasa məni məzəmmət eylə. Danla, qurtar nigarançılıqdan, mərhəmət eylə. Gözlərində nifrət görüm, sözlərində hiddət görüm. Dayanma belə məlul, ümidsiz yollara göz dikən kimi. Qəzəbini yığ, yumrula, bükən acı ən amansız sözlərə. At üstümə bir daş kimi, sanc bağrıma tikan kimi, bir şillə kimi vur, at üstümə qom-qom, dəstə-dəstə. Ancaq bu sükutu kəs, bircə din, yoxsa nadir hədiyyən bu yanıqlı sükutdur. Budur qəmli yollardan keçirib gətirdiyin, susursan. Onda mənə qulaq as, qınama gəl, söhbətim dağınıq olsa biraz. Bakıya yenicə gəlmişdim, yenicə işə düzəlmişdim. Başımda kənd havası, bir də hər riyadan uzaq gənclik sevdası. Biz onunla tanış olduq bir yaz səhəri, gənc işçidə. Tez məhrəm oldu bir-birinə könlümüzün gözü də, qəlbimizin içi də. Masamın yanına gəldi, əlini uzatdı. Mikail Müşfiq. Sonra əlavə etdi. Qoçaqsan, qafiyə tapsan. Dedim, ağır olar bu yük. Uğundu getdi. Bu qəribə gözlənilməz qafiyəyə sonra yoldaşlarına qoşuldu getdi. Dostluğumuz belə başladı. Sonra da illər boyu bu dostluğu şeirin səsi, şeirin nəfəsi, şeirin duzu bərkitdi. Ayrılmadıq. Bahar oldu, qış oldu, gün oldu, yağış oldu. Qulaq as bacım, qulaq as. Qəmli söhbət gileksiz olmaz. Sinəmdə qövr edəndə qubar, dolu olanda ürək, deyib boşaldasan gərək. Tanışdığımız bir yaz səhəri oldu. Dedik, ömrümüz nurlu səhər olacaq. Nə bilək ki, baş alıb gedən illərdə elə günlər gələcək, yediyimiz, içdiyimiz ağ-o, zəhər olacaq. Cibimiz puldan azad, könlümüz qəmdən. Mən onun axıcı şeirindən həzz alardım, o mənim xalları bərkiməmiş nəğməmdən. O hamıdan sadə idi, hamıdan açıq ürək, uşaq kimi inanan, yetim kimi kövrək. Dilində idi çox zaman acığı, qəzəbi, həm bədəndən zəifdir, həm də xeyli əsəbi. Gah görürdün, kəskin odlu sözü ilə rəqibini dağladı. Gah görürdün, bircə sözdən qısılıb bir bucağa xısın-xısın ağladı. Hərdən qızıb, bircə tikana görə bütün bağı söyərdi. Hərdən saxta bir gülüşə inanar, bədxahını öyərdi. Dosta sadiq, ülfəti yumşaq idi. Nə deyim, necə deyim, yaşlı bir uşaq idi. Tez-tez şeir oxumağa, görüşlərə gedərdik. Zavoda, ya məktəbə, qəsəbəyə, ya kəndə. Salon susub durardı, alovlu misraları o məclisə tökəndə. Oxutar, oxutar. Səni kim unudar? İndi bu sözləri ona desək yeri var. Səni kim unudar? Gözlərini yumardı. Belə şakəri vardı. Oxuyardı əzbərdən, bir kəlməsini çaşmadan, heyran qalardı adam. Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki, bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş, nə ağac dallarında bir yaşıl yarpaq olmuş. Ahəng, axıcı, sözlər aydın, bəlkə o belə şair olmazdı. Bu xalq, bu torpaq, o yaşıl yarpaq, o aydın səhər, bir də sən, dilbər, bir də sən olmasaydın. Sevirdi onu məktəbli də, kəndli də, fəhlə də,
Bu gün olmuş kimi gözümün qabağındadır hələ də. Bir şeir gecəsi, o şeir oxuyandan sonra bir qoca səhnəyə qalxdı. Yanaşdı ona, gözlərinə xeyli baxdı. Sonra bastı bağrına onu. Dedi, sağ ol bala. Əlinin dalıyla sildi sevincdən yaşaran gözlərini. Təkrar etdi onun sözlərini. Oxutar, oxutar. Səni kim unudar? Yadımdadır. Pəncərəsi döşəmədən bircə qarış yuxarı. Bir otaq. Əl vuranda qulun kimi qışqırırdı qapıları. Divarları çopur-çopurdu. Küçədə yüyürsələr, suvağı parça-parça qopurdu. Qapısı qara cəftəli oturardıq otaqda. O dəli, mən dəli. Bəzən də ta sübhə kimi şeir oxuyardıq. Məzəli-məzəli. O dəli, mən dəli. Ruzumuz yaxşı gündə bir parça dağlı çörəyi, bir tikə xaçbulaq ətiri, Gəncə pendiri. Çəkməmizdə bağ yerinə adi zivə kəndiri. Mən deyirdim, o deyirdi. Füzuli, Nədim, Puşkin, Bayron, Sabir, Natəvan. Başımızın üstündə qapaz kimi sallanmış tavan. Çay kəmşirin, çörək yavan. Kağızlar qom-qom, top-top. Gözlərimiz zilli varaqlara, miz üstündə. Lermontov, Demon Tamara. Bir də Ruhullah. Qrex günah. Qreşni günahkar. Sonum güruh. Duh, ruh. Dil açıb türkcə danışdıqca iblis, uşaq kimi əl çalır, atılıb düşürdük biz. Bir axşamüstü vədələşdik, ayrıldıq. Sabah gəldi. O gəlmədi. Xilaf çıxdımı vədəyə? Fincandakı çaydan burula-burula qalxan buxar kəsildi. O gəlmədi. Pəncərədən düşən işıq divardan endi döşəməyə. O gəlmədi. Sinəmdə ürək başladı üşüməyə. O gəlmədi. Fikirlərim pırtlaşdı, oldu düyün-düyün. O gəlmədi. Gözlərim qapıda qaldı, gözlədim bütün gün. O gəlmədi. Qaranlıqda qərq oldu. Qəlbimdəki ümid, giley, intizar. O gəlmədi. Evinizə getmədim. Buna nə ehtiyac var? Gecə yuxa çıxanları gündüz kim axtarırdı? O gəlmədi. Demək, gələ bilmədi. Bunu anlamaq çətin deyildi. Neçə-neçə ananın bir gecədə düz qaməti əyildi. Gedənlərin neçəsi axşam evində yatıb gecə getdi. Gedənlər bilir, gedən gedəndə necə getdi. Bircə anda yoldaşdan dönüb vətəndaş oldular. Cavanlar vardı ki, qaynar suya düşmüş çiçək kimi soldular. Qocalardan nə deyim? Əydilər əyim-əyim. İndi keçək əsərin təhlilinə. Ötən əsrin 60-cı illərində SSR adlanan imperiyada siyasi iqlimin az da olsa yumuşalması, ədəbiyyatda repressiya ilə bağlı bədii əsərlərin yaranmasına, olub keçmişlərə həqiqət mövqeyindən münasibət bildirməsinə imkan yaratdı. Rəsul Rzanın Qızıl Gül olmayaydı poeması da belə bir şəraitdə çap olundu. Əsər repressiyanın günahsız qurbanı olan Mikail Müşfiqə həsr edilmişdi. Lakin müəllif məsələyə çox geniş anlamda yanaşmış, əsərdə totalitar rejimin qeyri-insani siyasətini ifşa etmişdir. Müəllif həmçinin bu mövzuya müraciət etməsinin səbəblərini açıqlamış. Bunun daha çox vicdani iş olduğunu göstərmişdi. Poemada müəllif təhkiyəçi kimi çıxış edir, yəni danışan. Bütün olanları, hiss və düşüncələrini o, Dilbər xanıma müraciətlə danışır. Baş vermiş hadisələrin şahidi və iştirakçısı olduğundan bu onun üçün çətin deyildi. Bu
Bu oxucu üçün də maraqlıdır. Müəllifin səmimi etirafları, özünə məzəmmət, özünü günahlandırmaları bəzən oxucu üçün gözlənilməz olsa da, bunlar diqqət və həssaslıqla qarşılanır. Gənc Müşfiqin obrazı müəllifin dilə gətirdiyi xatirələr əsasında yaranır. Onların tanışlığı dostluğa çevrilir, daha sonra isə əziyyətli və fərəhli yaradıcılıq günləri bir-birini əvəz edir. Müşfiqin sadəliyindən, səmimiliyindən, kövrəkliyindən əsərdə danışılırdı. Ürək dolusu danışan müəllif onun şeir məclislərindəki çıxışlarından, xalq tərəfindən məhəbbətlə qarşılanmasından və sevilməsindən söhbət açır. Müşfiqin şeir, sənət aşiqi olduğuna, bir sənətkar və insan kimi böyüklüyünə oxucuda inam hissi daha da güclənir. Xalqın keçmişinə, mütərəqqi ənənəyə sıx bağlı olan Müşfiqin yeni, mübariz milli poeziya uğrunda narahat axtarışları barədə dolğun təsəvvürün yaradılması poemanın təsir gücünü 1-ə 5 artırır. Vədələşib ayrılan dostların növbəti görüşü gərgin iş günü baş tutmur. Müşfiq gəlmir. Poemanın bu səhifələri müəllifin keçirdiyi ağır hiss və düşüncələri əks etdirir. Repressiya dövrünün sərt üzü, istedadlı yaradıcı insanların işgəncələrə məruz qalması və məhv edilməsi konkret adlar çəkilməklə nəzərə çarpdırılır. Beləliklə, poemada oxucunun inamını qazanan, onunla səmimi ünsiyyət yaradan müəllif obrazda formalaşmış olur. Dilbər obrazı ilə bağlı deyilən bir neçə cümlə onun haqqında aydın təsəvvür yaradır. Nimdaş palto, rəngi solmuş paltar, vaxtsız ağarmış saçlar, quyuya düşmüş gözlər, hər an ağlamağa bəhanə axtaran bəxtsiz qadın. Bu, repressiya qurbanı olan minlərlə ziyalının, yaradıcı insanın, ömür gün yoldaşının taleyi idi. Əsər 1963-cü ildə çap olunsa da, xeyli əvvəl yazılmışdı. Bu illər şairin yaradıcılığına yeni mərhələ sayılır və o, novator sənətkar kimi diqqət mərkəzində idi. Bu baxımdan da poemanı həmin dövrün ən yaxşı əsəri kimi dəyərləndirmək olar. Şairin özəl bədii sənətkarlığı əsərin quruluşunda, dil və üslubunda, məcazlar sistemində aydın duyulur. Poemanın forması, keçmişə qayıdış və baş vermiş olayların müəllifin dili ilə canlandırılması məzmuna güclü emosional ovqat qatmışdı. Təhkiyyatçı bəzən ona ağır olsa da ürəyini boşaldır. Lakin bir anda olsa əsas mətləb, əsərin qayəsi, məqsədi unudulmur. Bütün deyilənlər bir nöqtədə birləşir. İnsanlığa qarşı cinayət işlənilmişdi. Şair sərbəst şeirin dilimizin zəngin imkanlarından istifadəyə mane olmadığını hər səhifədə nümayiş etdirir. Cəmi bir neçə kəlmə yaxud bir-iki misra təkrarsız bədii lövhə yaratmaq böyük bir fikir ifadə etmək üçün kifayət edir. Dosta sadiq, ülfəti yumşaq idi. Yaşlı bir uşaq idi, uşaq kimi inanan, yetim kimi kövrək və s. Poema maraqlı məcazlarla, orijinal deyimlərlə zəngindir. Əsərdə amansız repressiya dövrünün eybəcərlikləri ifşa olunmuşdu. Günahsız, saf qəlbli xalqını, vətənini sonsuz məhəbbətlə sevən Müşfiqin və onun kimi yüzlərlə, minlərlə yaradıcı insanlarımızın xüsusi amansızlıqla məhv edilməsi barədə oxucuda aydın təsəvvür yaradılmışdı. Bu deyilənlər poemanın ideyaca zəngin olduğunu təsdiq edir. Əsərlə bağlı ümumi qeydlər. Əsər poema janrında, epik növdə, bütünlüklə nəzmlə yazılmışdı. Üsul olaraq keçmişə qayıdış üsulundan istifadə edilmişdi. Əsərdə təhkiyyatçı müəllif özüdür. Hadisələr onun dilindən verilir. Müəllif həm hadisələrin şahidi, həm də təhkiyyatçısıdır. Poema sərbəst şeir formasında yazılıb. Əsər Mikail Müşfiqin faciəli həyatından bəhs edir. Əsərdə Müşfiqin sadəliyindən, səmimiliyindən danışılır. Müşfiq obrazı xatirələr əsasında canlandırılır. Əsərdə Müşfiq obrazına ayrıca geniş yer verilmir. Müşfiqin obrazı süjet üzrə inkişafda
verilmir. Əsərdə repressiya dövründə yaradıcı insanların işgəncələrə məruz qalması, onların məhv edilməsi konkret ad çəkməklə verilir. Totalitar rejimin qeyri-insani siyasəti ifşa edilir. Müəllif bəzi məqamlarda özünü məzəmmət edir. Şairin özünü günahlandırması oxucunun ona olan rəğbətini itirmir. Poemada o dövrdə öz dostlarına qənim kəsilən insanlara da yer verilir. Qırmızı terror mövzusunda yazılmış ən gözəl əsərdir. Əsərdə müəllifin lirik düşüncələrinə yer verilmir. Əsərdə bütün deyilənlər bir nöqtədə birləşir. İnsanlığa qarşı cinayət işlənmişdir. Əsər gözlənilməz qonağın gəlişi ilə başlayır. İlk öncə gələnin kim olduğunu anlamayan müəllif, daha sonra illərin ardından gələn xatirələrdən onun kim olduğunu tanıyır. Onun Dilbəri. Müəllif Dilbərdən paltosunun onun asmasını istəsə də Dilbər razı olmur. Daha sonra səsə şairə Nigar Rəfibəyli də gəlir. Qucaqlaşıb ağlaşırlar. Müəllif əsərin əvvəlində dərd nələr etmir, adamla fikrini səsləndirir. Araya çökən sükut müəllifi narahat edir. Nə qədər çətin əzaba dözsə də bu sakitliyə dözə bilmədiyini söyləyir. Müəllif öz düşüncələrində Dilbərdən danışmağın, gözlərindəki nifrəti, sözlərindəki hiddəti göstərməsini, qəzəbini bir daş kimi üstünə atmasını, ancaq bu sükutu kəsməsini istəyir. Söhbətə özü başlayan müəllif kənddən yeni gəldiyini, Müşfiqlə Gənc İşçi qəzetində tanış olduqlarını söyləyir. Daha sonra davam edən yaxşı və pis günlərindən danışır. Müşfiqin səhnədə Oxu tar şeirini səsləndirməsi və yaşlı qocanın ona olan səmimi münasibətini əks etdirir. Füzuli, Nədim, Puşkin, Bayron, Sabir, Natəvan kimi müəlliflərin adı çəkilir. Lermontovun Demon əsərini tərcümə etmələri danışılır. Sonda bir gün vidalaşıb ayrıldıqlarını, növbəti gün isə Müşfiqin gəlmədiyini söyləyir. Gedənlərin bircə anda yoldaşdan dönüb vətəndaş olmaqlarını ifadə edib. Müşfiqin xanımı Dilbərin taleyi tək onun özünün taleyi deyil, bir növ ümumiləşmiş tale hesab edilə bilər. Bu dövrdəki əksər ziyalı yaradıcı insanın ailə yoldaşının taleyi də belə idi. Dilbərlə bağlı əsərdə deyilən bir neçə kəlmə onunla bağlı aydın təsəvvür yaradır. Ümid edirəm ki, sizin üçün faydalı olacaq.